İmtihanda 4 nəfər iştirak eləyir. 3 Qayıbovlar, bir də Məmmədov. Sən də qayıb olardansan, ha? Xeyr, mən Məmmədovam. Bura gəl, ha. Bugünkü imtihan aşkarlıq və demokratiya ruhunda keçiriləcək. Bütün ölkədə qızğın bir dəyişiklik getdiyi dövrdə biz bu axından geri qala bilmərik. Necə ki, yeni dövr tələb edir. Eşitdin, ha? Bəli. Bilet çək. Baş üstə. Mən hazır. Aferin Məmmədov, oğulsan. Keç əyləş, sağ ol. Kafi. Kafi? Ot aşağı. Qayıb olar. Mən bilirəm ki, siz imtihana ciddi hazırlaşmışsınız. Ona görə də sizin hər üçünüzə əla yazırım. Bu ki ədalətsizlikdir. Mən bilirəm. Bilirəm siz niyə onlara əla yazırsınız. Birinin atası upravlə işidir. O birinin atası nazirdir. Birinin də atası... Bəli, doğrudur. Mən bunu sadə əməkçi oğlundan gizlətmirəm. Axı imtihan aşkarlıq şəraitində keçirilir. Demokratiya nümayiş elətdiririk də. Bəs təqayı. İndi bəs mən neyini? Sən də etiraz elə. Protest yaz, bizi tənqid elə. Demokratiyanı göstərməliyik ya yox.